Bugün sənə ən çox yayılmış zərərli vərdişdən danışacağım. Hər hansısa bir maddəni çəkmirsən və ya içmirsən deyə sevinmə ki, sən bu vərdişdən uzaqsan. Elə bəlkə də ən çox məruz qalanlardan biri də sənsən. Elə isə diqqətlə dinlə sözlərimi. Sözü gedən zərərli vərdiş oturmaqdır. Hər nə qədər oturmaq bizim ən çox sevdiyimiz məşğuliyyətlərdən biri də olsa, eləcə də bizim metabolizmamıza, bizim orqanizmimizə ən çox zərəri olan şeylərdən biri də odur və maraqlı tərəfi də ondan ibarətdir ki, bu o qədər sinsi, o qədər gizli bir zərərli vərdişdir ki, çoxumuz heç bunun fərqində deyilik. Bəs uzun müddət oturmaq, gün ərzində saatlarının çoxunu oturmaqla keçirən insanlar hansı risklərə daha yaxındır, hansı problemlər onlarda inkişaf edə bilər, bunlardan danışmaq istərdim. Əvvəla, biz iki ayaq üzərində gəzən bir varlığıq və hər nə qədər oturmaq gözəl bir his olsa da, bizim bədənimizə o qədər də uyğun olmur. Biz aktiv olmalıyıq. Çünki bizim əzələ və dayaq hərəkət aparatımız, yəni əzələ və sümüklərimiz, oynaqlarımız məhz hərəkət nəticəsində həyatda qalırlar. Bir insan uzun müddət oturaq vəziyyətə keçərsə, hər hansı bir xəstəlik səbəbindən və yaxud da yatağa düşərsə, bu zaman onun əzələlərinin işlədilməməsi nəticəsində əzələlərin həcmində kiçilmə və balacalaşma görülür. Oturmaq insanın belə deyə pozisiyasını dəyişir və uzun müddət oturmaq onurğa sütunu problemlərinə gətirib çıxara bilər və bel ağrıları olan şəxslərdə bel ağrılarını artıra bilər. Digər tərəfdən, saatlarla oturub qalmış şəxslərdə qan dövranı zəifləməyə başlayır. Əvvəla qan dövranının ayaqlarda toplanmasından danışmaq istərdim. Belə ki, bizim dizdən aşağımızda xüsusən də dərin venalar vardır. Bu dərin venalarda qapaq sistemi var ki, hansı ki bu qapaq sistemi belə deyək ki, qanın aşağıdan, yəni ayaq hissədən ürəyə doğru qalxmasına və dövr eləməsinə kömək edir. Uzun müddət oturan zaman isə və hərəkət etmədiyimizdə, ayaqlarımızı hərəkət etdirmədiyimizdə bu qan belə venalarında qan göllənməyə başlayır. Yəni orada çoxalmağa başlayır. Nəticədə bir müddətdən sonra qapaq sisteminin funksiyası zəifləyir və qan ötürülə bilmir. Bu isə qanın qatılaşmasına və yerli olaraq trombun yaranmasına səbəb olur. Tromb isə damarların içərisində olan balaca bir maddədir. Əslində çox xırda da ola bilər, amma dərin venalardan xüsusilə qopan tromb gedib ağciyəri tutub və nəticədə trombun ölçüsündən asılı olaraq ölümə qədər gətirib çıxara bilər. Digər tərəfdən uzun müddət oturmaq metabolizmi yavaşıdır. Belə ki, biz gün ərzində müxtəlif şeylər yeyərək enerji qəbul edirik və bu enerjini əslində sərf eləməliyik. Balans belədir. Amma uzun müddət oturarsak enerji sərfiyyatımız azalır. Bu isə bir yerdən sonra damar problemlərinə, ürək problemlərinə gətirib çıxarır və hələ piyələnməni, şəkəri demirəm. Məhz bu damar ürək problemləri nəticəsində infarkta səbəb ola bilər. Çünki artıq damarların divarı bir müddətdən sonra tutulmağa başlayır və ürəyin qanlanması pozulur. Bu isə ani ürək ölümünə gətirib çıxara bilər. Digər tərəfdən uzun müddət oturmaq enerji sərfiyyatını azaltdığı üçün qanda şəkərin yüksəlməsinə də səbəb olur. Çünki şəkər də elə bir maddədir ki, bu orqanizmdə həmçinin əzələlər tərəfindən istifadə olunur. Biz əgər yetərli miqdarda hərəkət etməzsək, bir müddətdən sonra qanımızda şəkərin səviyyəsi yüksəlir. Həm də bu digər metabolik səbəblərlə bağlıdır və bu isə şəkərli diabet xəstəliyinin yaranmasına gətirib çıxara bilər. Ən azından risk faktorudur. Digər tərəfdən də piyələnmə, qarın bölgəsi, xüsusən də nahiyəsində piyələnmənin artması və yaxud da başqa tip, yəni qarın bölgəsi tipi olmayan kökəlmə olan şəxslərdə isə, yəni ayaq hissəsində, qol hissəsində və yaxud da orqanizmin müxtəlif bölgələrində yağlanmaya səbəb ola bilər. Amma ən çox narahat olduğumuz yağlanma tipi də qarın bölgəsinə yığılan yağlanmadır ki, bu da həmçinin şəkərli diabet xəstəliyi və bir çox metabolik problemə gətirib çıxara bilər. Digər tərəfdən də aparılan müşahidələr göstərir ki, məsələn, ən çox da yük maşını sürən şəxslərdə prostat karsinomu, yəni prostat xərçəngi görülür. Bu isə onunla əlaqələndirilir ki, yerli olaraq həmin insan oturduğu müddətdə
o oturduğu nahiyədə qan dövranı bir yerdən sonra zəifləməyə başlayır və bu qan dövranının zəifləməsi həmçinin aşağı nahiyələrdəki çanaq boşluğundakı orqanların da qanlanmasının pozulmasına gətirib çıxarır. Burada da ən çox kişilərdə prosesə məruz qalan prostatdır və prostat xərçəngi ümumiyyətlə isə xalq genəlində, xalq ümummilliyində götürdükdə isə yoğun bağırsaq xərçənginə də gətirib çıxarma riski var. Təbii ki, mən heç kimi qorxutmaq istəmirəm, amma bu uzun müddət oturmanın mümkün ola biləcəyi, gətirə biləcəyi mümkün fəsadlardır. Və əgər siz işləmirsinizsə, hər hansı bir gəzmə ilə bağlı xəstəliyiniz yoxdursa, təbii ki, burada o məcburiyyətdən oturmuş və həyat tərzinə keçmiş insanları biz növbətə aid etmirik. Onlar da təbii ki, oturduqları yerdə müəyyən hərəkətlərlə dediyim durumların qarşısını ala bilərlər. Mən kimsəni qorxutmaq istəmirəm, ancaq məqsədim odur ki, gəzməyə təşviq etmək. Siz işləmirsinizsə belə, gün ərzində evdə olursunuzsa belə, çalışın ki, daim hərəkətdə olun. Təbii ki, ara-sıra oturub fasilə vermək yaxşı bir şeydir, lazımdır. Amma çalışın bu oturma müddətiniz uzun müddət olmasın. Ən azından oturaq bir işdə də işləyirsinizsə, o yarım saatdan bir, 40 dəqiqədən bir fasilə verib hərəkətdə olmaq, oturub durmaq, yəni müxtəlif idman hərəkətləri, yerli idman hərəkətləri, azı bir ayaqları sallanmaq o tərəf bu tərəfə, bunlar da çox kömək eləyə bilər. Təbii ki, ən optimal halda gün ərzində bir neçə dəfə yürüyüşlərə çıxmaq, hər dəfə 20 dəqiqəlik, 15 dəqiqəlik, yarım saatlıq yürüyüşlərə çıxmaq orqanizm üçün çox gözəldir və bu həmçinin nəinki əzələ, dayaq hərəkət, metabolizm, digər tərəfdən beyin sağlamlığı üçün də çox əlzəmdir, çox mühümdür. İzlədiyiniz üçün təşəkkürlər. Sizə bol aktiv həyat arzu edirəm. Bir də sonunda unutmayım, digər tərəfdən çox işlətdim. Həmçinin bu beyin sağlamlığından əlavə psixikaya, insanın psixi durumuna da çox faydalıdır. Araşdırmalar göstərir ki, gəzən insanlarda stres səviyyəsi aşağı düşür. Depressiya varsa da depressiyanın hətta ilkin dönəmlərində, dərmansız müalicə dönəmlərində məhz gəzmə ilə sağalma müşahidə olunur. Gəzmə hər dönəmdə vacibdir. Piyada gəzməkdən də söhbət gedir burada təbii ki. Amma ilkin dönəmlərində məhz bu gəzmə ilə sağalma halları da mümkündür. İzlədiyiniz üçün təşəkkürlər.